Deyirsən, get qonşunun ad günüdür, bir dənə hədiyyə tap onun üçün. Ata deyir oğluna, deyir, Allah, həvəsim var mənim. Gedim tükan gəzim, ona hədiyyə alım. Məşəqqətdir. Deyir ki, sevdiyinin ad günüdür, indi həmin adam ləzzətlə gəzir, axtarır. Yorulmur, ayağı da yorulmur. Görəsən bunu bəyənər, görəsən onu bəyənər. Sevgi gəldi, bir dənə sadə, üzücü bir işi ləzzətə çevirdi. Ləzzətə çevirdi. Çörək yemək adi halda ləzzətlidir, necə? Yiyim, aclığım getsin. Bunun üstündə öldürürük bir-birimizi. Yiyim, aclığım getsin. Sonra yiyir, baxır. Deyirsən, Allah, o yeməyi apar, iyi dəyər burnuma. Budur da bu. Amma sevdiyin adamdan, çox istədiyin adamdan oturub çörək yemək ləzzətini artırdı. Mənəvi məsələdə sevgidir.